Başladıq. Deməli, iş formaları. Deyirəm ki, bilirik ki, 4 iş formamız var. Zəhmət olmasa Nigar xanım, bir-bir deyəcəm adlarınızı, elə cavab verin. Nigar xanım, siz mənə deyin görüm, fərdi iş formasının üstün cəhətləri nədir, çatışmayan cəhətləri nədir? Mən bilirəm ki, fərdi iş forması var, cütlərlə iş var, qruplarla iş, yəni kollektivlə iş var. Deməli, fərdi iş forması olsa işlə bət düşürmə deyirik ona. Mən müsbət və mənfi qısa öyrənmişəm onlardan. Kim deyər? Deyin, zəhmət olmasa. Müsbət və mənfi tərəfləri. Müsbət tərəflərində ki, fərddə uşaqlar necə istəyirlər elə işləyirlər, öz tipləri ilə, öz qaydaları ilə, tək özü olurdan, özü necə alır, elə işləyir. Öz bilirlər haqqında müxtəlif təsəvvürləri, özlərinə istəkli gəlir seçirlərsə, elə bilirlər. Özlərinin yaxşı istəyirlər, necə zəif tərəfləri bilirlər. Bəli, metakognitiv bilik bacarıqlar. Düzdür. Aha. Əla. Bir də mənfi cəhətlərdən biri də o idi ki, qiymətləndirmə zamanı vaxt çatışmazlığına görə çətin olur. Yəni, tək-tək hamını qiymətləndirsək, bəli. Sonra deməli, kim qaldı? Zülfiyə xanım, siz bizə deməli, cütlərlə işin mənfi və müsbət tərəflərini deyin. Bəli, bəli. Düzdür. Aha. Düzdür. Daha çox elə bir işdir ki, şəhərdə kommunikasiya olsun, kommunikasiyaları yaxşı olur. Daha sonra aktiv dinləmə bacarıqları inkişaf etdirirlər. Sonra empatiya hissi formalaşır. Bəli. Bir də ki, bu əsaslar orqan öz nəzərəsində Aysı, düzdür, çox gözəl. Sonra bir müəllimlədir ki, daha çox Aha. Güney xanım, zəhmət olmasa səsi bağlayardınız da, nəsə exo verir səs. İndi deyək. Aha, indi danış. Yəni ki, bir-birlərinə qarşı olan mənfi münasibətlərinə görə, fəaliyyətinə yox, şəxsinə görə, bəli, rəy verir, o da obyektiv olmur. Ya da ki, bəli, bəli. İş forması. Yoldaş qiymətləndirməsi istifadə olunur. Bəli, biz bir də bu cümləni belə düzəldək. Deyə bilmərik ki, rəy vermə bacarığı zəifdir, deyə bu iş forması effektiv deyil, deyəmərik də. Bəli, rəy vermə bacarığı yüksək olmalıdır. Müəllim uşaqlara konstruktiv rəyin mənasını başa salmalıdır. Effektiv rəy nədir? Onun mənasını başa salmalıdır. Başa saldığı kimi özü də uşaqlara konstruktiv, effektiv rəy verməlidir. Çünki müəllim özü rol modeldir, şəxsi nümunədir. Nə edirsə uşaq onun tökdüyünü yığır da, belə deyək. Ona görə də yəni uşaqlara əvvəlcədən öyrətməlidir ki, bax, bir-birinizə rəy verərkən, o rusların bir söz var, slujba, drujba. Bəli, yəni dostluğunuzu,
aranızda olan mənfi münasibəti kənara qoyun, şəxsi münasibətləri kənara qoyun. Yoldaş qiymətləndirməsi zamanı bir-birinizin işinə, bilik bacarığına, idraki fəaliyyətinə qiymət verin. Məsələn, ola bilər cütlərlə işte 2 dostdur. Birdən mən onun səhvini deyərəm, məndən küsər. Olmasın, bu zaman qeyri-obyektiv olar. Bəli, ona görə də onlarda rəy vermə bacarığını inkişaf etdirmək lazımdır. Çox gözəl. Nigar xanım, siz bizə bütün siniflə işin müsbət, mənfi tərəflərini deyin. Yaxşı, belə deyim, nə öyrənmişsiniz onun haqqında, onu danışın. Bir dənə sual verim sizə. Siz işləyirsiniz? Evdəsiz. Yox, ümumiyyətlə evdəsiz də, yəni heç harda işləmirsiniz. Ev işləri falan yəqin ki. Bilirəm, valla var, məsələn, indi mənim o bir qruplarımda görürəm, yazdığım gəl o müəllimlərə, sual verməyimə peşman ol, sual verirəm, səsi açır, evdəki səs dəhşət, 1-3-4 dənə uşaq, televizorun səsi, deyirəm, siz o evdə necə oxuyursunuz? Bir müəllimim də vardı, maşallah, getdi, bir dənə may ayında qoşulmuşdu yazıq, o da heç düzəməli dərslərə girmir, bir gün yazdı, qaynanam xəstədir, bir gün ümumiyyətcə uşaqların səsi, hətta o sertifikasiyada maşallah gelib 51 yığdı, onun belə səsini atanda arxa fondakı səslər o uşaqların televizorda küçük qurbağa, küçük, yəni də belə şey dedim. Sizə gəl bu səslərlə, bu vəziyyətlə gəlib 51 yığmısınızsa sizə halaldır. İndi nəyə demək istəyirəm? Zaten çox adam belə hazırlaşırdı. İndi hamının uşağı var. Amma o fasilitator müəllimlə iş formaları bir çıqqılı dərsdir. Fasilitator müəllim bir səhifə, iş formaları da onun bir tayı. Siz hələ sambalı mövzular görməmsiniz. Birazdan qiymətləndirmə gələcək, dəhşət. Onu niyə? Onu gərək siz onu 10 gün oxuyub qutarasınız. Az qala 10 səhifədir. Və hər ildə sual düşür ondan. Fasilitasiya müəllim elə oxunulacaq bir mövzudur, elə bir nağıl kimi, bir səhifə. İş formalardakı çox asandır. Ona görə, bax, siz belə hələ rahat deyilsiniz ki, deyəsiniz, əşimə qabaqda elə 7-8 ayım var. İndi iyun ayında qoşulmuşsunuz, bugün sabah imtahan olacaq. Onu da düşünün, yaxşımı? Yəni, əslində bu dəqiqə siz gecə-gündüz oxumalısınız, Bəli. Mən bizim müəllim şagird münasibətləri falan dərslərə biz keçmişik. Yox, hələ keçməmişik. Peşə imtahanı dirəkçi forma mənim suallar düşür. Siz peşəyə verəcəksiniz? Hə, mən elə bilirəm, siz şeysiz, bu miqdir. Hə, başa düşdüm. Elə belə. Peşə imtahanı verəcəm. İnşallah. Məndə var bir neçə peşəyə verəməli. İnşallah. Hə, belə. Onda Könül xanım, siz deyin bizə bütün siniflə işin mənfi müsbət tərəfləri. Bütün siniflə işin mənimlərdən çox təcrübə var. Bütün şagirdlər fərqlənirlər dərsə. Səhəcələrdə bütün sinifdə şagirdlərin hamısını bölünürdə. Ümumi əlləbələrdə şərait elədilər. Mənfi tərəfləri ki, burada daha çox yaxşı özü səbəqət çəkilirdi. Utancaq şagirdlər, yəni biraz sılan şagirdlər geri qalırlar. Onların suallarını görə bilmirlər ki, bəlkə səhv deyərəm, ya onsuz da məndən soruşmayacaq, yoxsa tez cavab verəcək, əvəzdən qrupdan düşürlər. Bunun üçün müəllim nə etməlidir? Bu bərabər imkanları, bu ədalətliliyi yaratmaq üçün sual-cavab zamanı müəllim nə etməlidir? Onlarda da olmalı dərsə səhv eləməlində. Dərd forması səhvəndən nasıl istifadə edirlər, müəllim dərs ilərisində. O məntiq xətaları var. Siz hal-hazırda burada söz oyunu edirsiniz. Mən başqa şey soruşuram, siz başqa şey deyirsiniz. Müəllim bir-birinə inam, güvən hissi, utancaqlığı aradan qaldırmaq, bəli. Hə, mən dediyim sual başqa şeydir. O pasiv uşaqlar ki, kənarda qalır, müəllim sırf o ədalətliliyi yaratmaq, o bərabər imkanları yaratmaq üçün düşünmə, gözləmə vaxtı verməlidir uşaqlara.
düşünmə gözləmə vaxtı və o da maksimum 1 dəqiqəyə qədər olur. Yəni ki, belə deyim də, sizə sualda düşər ki, müəllim uşaqlara 10 dəqiqə düşünmə gözləmə vaxtı verdi. Digər səhərdə düşünmə gözləmə vaxtı verdi. Xeyr, 10 dəqiqə düşünmə gözləmə olar. Maksimum 1 dəqiqəyə qədər. Buyurun Zülfiyə xanım. Bir də o açıq tipli suallardan istifadə eləməlidir. Bəli. Təxəllüs, şokoladlı Bəli. Bəli, təbii ki. Əvvəldən deyilən verdiklərini, nə cür əllədıqlərini yoxlamalıdır. Nəzərdən keçirməlidir. Bəli, düzdür. Belə, qaldı qruplarla iş. Məlikə xanım. Salam, axşamınız xeyir. Öyrənmisiniz dərsi? Zülfiyə xanım, qruplarla işin mənfi müsbət tərəfləri. Qruplarla iş, burada elə bir ki, yadıma düşdü. Kiçik komandalar şəklində əsasən bir ki, fəaliyyət göstərir. Siz necə də demişdiniz, topluluq fəaliyyəti danışırlar. Kiçik Bəli. Uşaqların əsnəlikləridir, bacarıqlarıdır, bunların elə bir ki, göstərilməsi təklif üçün mənə çox şərait yaranır. Bir də orada belə bir şey vardır, yaxın inkişaf zonası, YSP-də. Bəli, onun mənası öyrənmə prosesi deməkdir. Bəli, öyrənmə prosesidir. Bir də ki, buradakı uşaqların əsasən yaradıcılığı yüksək olur, qruplarla işlə. Hər uşağın özünə məxsus yaradıcılıqları var, o buradan üzə çıxır. Şagirdlərdə də yenə də əməkdaşlıqda yüksəkdir, kognitiv bacarıqlarda əsasən yüksəkdir. Bu da müsbət tərəfləridir. Bir də çatışmazlıqları məsələn, burada da deyir ki, söz vasitələri hansısa şagird A, hansısa şagird çox iştahla. Bir də ki, əsasında düzgün qaydalar qoyulmalıdır. Düzgün qaydalar qoyulmalıdır. Bu müəllimlərin dedik şagirdlərlə məsləhətli şəkildə o qaydaları qoymalıdır ki, hətta siz orada belə bir şey demişdiniz, narış gözəl səsküy yaranması. Səsküy dərsi vermək üçün düzgün qaydalar qoyulmalıdır. Bəli, qaydaları tək müəllim qoyur? Yox, şagirdlərlə birlikdə. Qayda sayı təxminən nə qədər olmalıdır? 3-5 arası olmalıdır. Qiymətləndirməsi qaldı. Orada da qiymətləndirmədə də deyirdi ki, qrup qiymətləndirməsində müəllim hər şagirdləri məzmunun saxlamaq məqsədilə nə dərəcədə öyrəndiyini, həm də şagirdlərin hansı bacarıqlara, məlumatlara necə sahibləndiyini qiymətləndirmək. Bəli, qrup işində bəli. Həm sosial bacarıqlarını, həm idraki fəaliyyətini qiymətləndirməlidir. İndi Bəli, xaotik səsküy qeyri-işgüzar səsküydür. Bir də belə bir söz işlətmişdik. Düzdür, bu dərsdə yox, interaktiv təlim dərsini deyəsən keçmişik də sizlə o mövzunu. İnteraktiv təlimdə belə bir söz var idi ki, işçi atmosfer qrupu. Bu nə deməkdir? İşləyən qrupdur da. Yəni ki, bəli, yəni əsl dərslə bağlı müzakirə, dərslə bağlı boş müzakirə yox, dərslə əsl belə işləyirlər də, yəni belə fəallıq, aktivlik, dərslə bağlı, yəni qəşəng bir işgüzar səsküy var orada. Bəli, mənası o deməkdir. Keçdik testlərə bir baxaq yenə dünən kimi sırayla. Başlayın. Bəli, ona görə mən də 6-dan açmışam, əvvəli yoxdur. Nəsə PDF-də düşməyib əvvəli. 6-dan başlayın, elə birinci Nigar xanım oxuyun. Rütbə müəllimin fəlsəfə kimi yanlışı öyrənişi öyrənmək və formalaşdırıb, yəni yanlış təsvir edəcək fəlsəfə cümlələrində. Mən dedi ki, müəllimin özünü təqdim edən həm istər öyrənmək, məsələdə istifadə edib, hər kəsə dərsdən təqdim etməyə çalışır bir cümləyədir. Deyir ki, ikidə müəllim müsahisə və müzakirə prosesində şahslərin səhv cavabları yerindəcə düzəldir ki, şahslərin növbəti fəaliyyəti effektiv olsun. Müəllimin söhbəti Bəli. Yol göstərməlidir, istiqamət verməlidir, bəli.
Bu belə deyim, kitabda ən sonuncu mövzulardandır. Fikir doğrudur. Yəni sinifdə iki uşaq arasında konflikt yaranarsa müəllim sinif iclası keçirir. Sinif iclası valideyn iclası demək deyil. Sinif iclasında müəllim və şagirdlər olur. Bu da o demək deyil ki, digər şagirdlər gəlsin bu iki nəfərə desin ki, yox sən haqlısan, sən haqsızsan. Belə olsa, həmin o iki uşaqdan birinin dostları onun tərəfini tutacaq, o birisinin də dostları bunun tərəfini tutacaq. Aləm deyəcək bir-birinə. Bu iclasın mahiyyəti budur ki, iki uşaq konflikt edib, o müəllim soruşur ki, ay bala, sənin dərdin nədir? Yəni bunu doğru dildə deyirəm də. Yəni onları soruşur ki, nəyi bölüşə bilmirsiniz? Problemi deyirlər. Digər uşaqlar o problem üçün öz fikirlərini, yəni həll yolları irəli sürürlər ki, bəlkə belə həll edəsiniz, bəlkə belə həll edəsiniz. Təbii ki, amma yenə də sonda qərar o iki uşağın özünə qalır da. Yəni özləri o problemin həll yolunu özləri. Çünki özlərində də inkişaf etməli daxı problem həll etmə, qərar qəbul etmə bacarığı. Yəni bu fikir düzdür. Aha. İndi bunu da hələ keçməmişik. Bu da sonuncu mövzulardandır. Bax müəllim deyir şagirdlərdə, bayaqlarım digər müəllimə burada izah verir ki, buzqıran nədir? Uşaqların arasındakı buzları əritmək. Təsəvvür edin kimisə evinə qonaq getmisiniz. Qonaq sizə çox səmimi davrananda özünüzü o evdə rahat hiss edirsiniz. Amma qonaq getdiyiniz evin sahibi belə qaşqabaqlı otursa belə sıxıla-sıxıla qalıb yerinizdən də tərpənmirsiniz. Bəli, amma o şəraiti yaradanda buzları əridir də, əvvəl sıxılırsınız, sonra buzları əridir, rahat olursunuz. Müəllim də sinifdə buzqıran strategiyasından tədris ilinin əvvəlində istifadə etməlidir. Adından da məlumdur, uşaqlar arasındakı buzları əritmək, qoy bir-birlərini yaxşı tanısınlar, bir-birlərinin hobbiləri, nədən xoşları gəlir, hansı yeməyi sevir, hansı kitabı xoşlayır, hansı tərs filmlərini xoşlayır və s. və ilaxır. Bir-birinə inam, güvən hissi yaransın, utancaqlıq aradan qalxsın. İndi bunun oxuyub anlama, tənqidi düşünmə bacarığını inkişaf etdirməklə nə əlaqəsi var? Təbii ki, yoxdur. Ona görə də bu uyğun deyil, səhvdir, götürürük 4-ü də. Bəli, summativ nəticələrinə əsasən onların inkişafına və nəyə ehtiyac var? Bax, o haqda məlumat əldə edir. Yəni, uşaq summativ işləyib, 20 sualdan 5-ini səhv yazıb, baxıram görüm o 5 səhv sırf hansı mövzulardandır. Məsəl üçün deyirəm ki, isim, sifət. Bu 5 səhv sırf isimdən, sifətdən çıxıb. Mən artıq baxdım ki, uşağın hansı mövzuda inkişafa, hansı mövzunun izahına bir daha ehtiyacı var. Yəni bu məlumatı əldə edirəm. Marağı haqqında yox. Ona görə 5-də yanlışdır, bəli. 2, 4, 5. Getdik deməli. 7-yə baxaq, o nə uzundur 7. Oxuya biləcəksiniz, yaman bulanıq yazılıb. Könül xanım. Düzgün tələffüzü bacarıqlaşdırmağa çalışır. Bəli, düzdür. Bəli, düzdür. Səhət şagirdlərə sual etmək bacarığı formalaşdırmaqdır. Şagirdlərdən bəziləri onun necə edəcəklərini bilmirlər. Müəllim onlara dinamik feillərdən ibarət siyahı təqdim edir və bu proses onlarda istifadə etməyi tövsiyə edir. Aha. Bəli və dinamik feilləri də keçmişdik, planlaşmanı keçmişik də sizlə, məncə keçmişik. Planlaşdırma mövzusunda da, interaktiv təlimdə də demişdik ki, dinamik feillər nə idi? Taksonomiya feillərindən istifadə etmək lazımdır. Bəli. Planlaşdırır bu zamanlarda qarşıma düşən hadisələrdən biri qurğuların düzgün irəli etməmələri ona görə. Bunun nəzərə alınmış, şagirdlərə ayrılma zaman öz hissəsini ifadə etmələri
Bu doğru değil mi? Bəli, bu da doğrudur. Yani başka mesaj gibi məqsəd şagirdlərin müzakirə prosesində cəzb etmək aktiv şagirdlərdən ibarət. Ay, sağ ol. Bəli. Aktiv şagirdlərdən ibarət qrup yaradır. Bu artıq homogen oldu, amma biz əslində heterogen qruplardan istifadə etməliyik. Müəllim artıq burada nəyi pozdu pedaqoji tələblərdən? Bərabər imkanları, inklüzivliyi pozdu. Düzdür. Getdik 8-ə. Kimin sırası idi? Baxın. Hə, oxuyun. Sizin sıranızdır. Müəllim dərsin məqsədini çatmaq üçün bu qrup işi başlayır. Qrupda dəyişməklər az işləyir, bəzilərsə daha çox işləyir. Buna görə narazılıq yaranır. Problem aradan qaldırmaq üçün müəllim məktub hazırlayıb sənəd. Müəllim qrup işini istədiklərdə dərsi qura bilər. Qrup işini nəzarət etməklə problem həll edə bilər. Yox, bu problemi böyüyün üçün sənəd saxlamasıdır. Necə deyil? Müəllim qrup işi zamanı şagirdlər arasında vəzifələr tərtib edirlər. Vəzifə bir şey eləyə bilər, amma qrup qaydasında bir saxlamaq istəyirlər. Müəllim şagirdlərin təsirli olacaqlar. Aha. Müəllim şagirdlərin təsirli Məncə bu sadələşdirməkdən asılı deyil. Yəni çətin suallardan sadəcə bəziləri az işləyir, bəziləri çox. Bəli. Aha, bəli. B düzdür. Qrup işi zamanı şagirdlər arasında vəzifə bölgüsü və birlikdə qrup qaydaları tərtib edə bilər və qrup qaydası sayı da 3-5 arası olmalıdır. Getdik Zülfiyə xanım. 9. Dərs zamanı müəllim şagirdə sorulur. Sanki suala səhv cavab verərkən müəllim onun sözünü yarıda kəsərək sualın cavabını özü deməyə başlayır. Verilən ders ilə bağlı doğru fikir hansıdır? Müəllim fasilitator kimi özündən müşahid edilen bacarığı formalaşdırır, bizdən yaparlar. Müəllim fasilitator kimi idrakı vəzirliyi təkmilləşdirməyib. Müəllim fasilitator kimi təkmilləşdirməyib. Kimi özündən formalaşdırır, bacarığı müəllim fasilitator kimi özündən formalaşdırır. Müəllimin də bacarıqları içərisində müəllim fasilitator kimi mütəqəbbil bacarıqları formalaşdırmayıb. Oxudum məndən. Düz oxuduq, düz oxudunuz. Müəllimin deməli bacarıqları içərisində anlaşma nəzərə edib deməli düzgün daxil etmək. Aha. Deməli, müəllim fasilitator kimi özündən müşahidə bacarıqları formalaşdırır. Bəli, yoxdur, düzdür. Düzdür, düzdür. Anlaşma burada. Bəli, düzdür. Bəli, bəli. Bəli, bir insanın sözünü kəsmək, bəli, dinləməkdir. O da ünsiyyət bacarığına daxildir. Qaldı ki, metakognitiv bacarıq bunun ümumiyyətlə əlaqəsi yoxdur. Bəli. Hə, 10 deyəsən oxunmur. Yəni mən görürəm ki, heç oxunulmur. Getdik 11-ə. Nigar xanım. Bəli, bəli. Müəllim şəxsləri ilk tapşırığı olaraq məktəb fotoqraf müzəyyən həyat yaradıcılığı ilə bağlı təqdimat hazırlamağı tapşırır. Şagirdlər müxtəlif mənbələrdən istifadə edərək məlumat toplamaq və təqdimat hazırlayırlar. Müəllim şagirdlərin məlumatlarını iştirak etmək üçün mənbələri araşdırır.
Aha. Baxın, indi belə deyim də, bu mənbədə problem yaşayırlar da uşaqlar. Yəni nəyə toxunacaqlarını bilmirlər. Nə olmur? Yox, bizdən səmərəli olanı istəyir. A-da deyir ki, müəllim dərs prosesində şagirdlərə müxtəlif oxu materialları təqdim edə bilər. Bunun mənası yoxdur axı, uşağın oxu ilə bağlı problemi yoxdur. Oxu materialını təqdim etdim. Uşağın oxu ilə bağlı problem. Bəli. Hə, deməli edir uşaq, amma deyir ki, müəllim baxandan sonra görüb ki, uşaq düzgün mənbələri araşdırmayıb. Axı belə deyim də sizə, hər sayt, hər mənbə dəqiq deyil axı. Baxaq cavablara. A deyir, B də səhvdir. B-də də deyir ki, B-də də biz nədir? Yenə də deyirəm, problem mənbədə yaşanır. Yəni uşaqlar nəyə toxunacaqlarını bilmir. Təqdimatın hazırlanmasında problem yoxdur. Problem düzgün mənbəni araşdırmayıblar oradadır. Ay Sadat, bu dəfələrlə deyirəm ki, görürsünüz, fasilitator müəllim cavabı demir, yönləndirir, istiqamət verir ki, cavabı özünüz gedəsiniz. Bəli, cavab C variantıdır. Bəli, bəli. 12. Fasilitator müəllim, 12 oxumudur məndən. Yox, 12-ni oxuyursunuz indi. Fasilitator müəllim ilə bağlı uyğunluğu müəyyən edir. Fasilitator müəllim şagirdlərin həm idraki fəaliyyətindən, həm də əməlçiliyin vəziyyətindən xəbərdar olmalıdır. Müəllim dərslik fəaliyyəti fəaliyyətini təşkil edir. Qadaqaşıya qiymətləndilər, təbliğlərdən şagirdlərə təqdim edir. Bəli, bir düzdür. Yəni şagirdlərin dərs prosesindən keçəcək mövzunu öyrəndirərək dərsin daha əhəmiyyətli olmasını edir. Bu düzdür. Müəllim dərs prosesində hər şagirdin fəaliyyətini nəzarətdə saxlayır. Müəllim dərs prosesində hər şagirdin fəaliyyətini nəzarətdə saxlayır. Hər birinin çatışmayan tərəfləri üzə çıxarmaq üçün. Bəs də eləmi şərtdir. Aha. Deyir ki, hər birinin çatışmayan tərəfini üzə çıxarmaq. Çatışmayan yox, inkişafa ehtiyacı olan məqamları, yəni üzə çıxarıb o barədə rəy verməliyik. Bu çatışmayan tərəfini üzə çıxarmaq sanki uşağın üzünə vurmaq kimi olur. Bəli, 1-4 düzdür. Bəli. Deməli, 3-cü kimin sırası idi? Məlikə xanım. 13. Bəli, doğrudur. Getdik. Zülfiyə xanım. 14. Aşağıdakı hansı nümunədə müəllim fasilitator kimi yanlış etdiyini görmək olar müəllimin yanlış etdiyini. Deməli, müəllimin iş şərtlərini öyrənmə təsirlərini bildiyindən, dərs prosesində müxtəlif üsullar yazılaraq şagirdlərin diqqətli dərsə qayıtma düzgün. Müəllimin prosesi məzunun Bəli, bəli. Bəli. Müəllim əslində istiqamət verməlidir, düzdür. 15 Nigar xanım. Yazmış suallar hansı proseslə ayaq edilə bilməz soruşurlar. Öyrədəci müəllim qeyriyyənin təmin edilə biləcək səhər qeyriyyət tərtib edib, qanunlu şərtlər təminat tətbiqini nəzarəti artırır. Məktəb olacaq.
Bəli, avtoritar sistemdir, ənənəvi təlimdir. Biz demişik ki, uşaqları nəzarətdə saxlamaq olmaz. Yəni uşaq özünü kimsə məni nəzarətdə saxlayıb hiss edəndə lap uşağı qoyma elə insan varlıq, insan özünü nəzarətdə hiss edəndə narahat hiss edir, sərbəst ola bilmir, özünə güvən olmur. Yəni nəzarətdə saxlamırıq, müşahidə edirik, izləyirik. Ona görə də elə A variantı fasilitator müəllimə aid deyil. Digərləri aiddir. Keçdik 16 Könül xanım idi. Düz dedim sıranı. Aha. Müşahidə bacarır. Müəyyən qruplara tapşırıq verdikdən sonra şagirdlərə yaxınlaşaraq onlara yerindəcə konstruktiv rəy verir. Qruplara tapşırıq verdikdən sonra şagirdlərə yaxınlaşaraq onlara yerindəcə, anında, məqamında müdaxilə edib konstruktiv rəy verir. Niyə səhv olsun? Yox, qruplara tapşırığı payladım. 4 dənə qrupum var. Uşaqları qruplara bölmüşəm və tapşırıq da vermişəm hər qrupa. Sonra nə edirəm? Zaten fasilitator müəllimin işi gəzmək, baxmaq, izləmək, müşahidə etmək, görüm kim nə edir. Konstruktiv rəy ən gözəl, ən düzgün, effektiv rəy. Yəni ki, uğurunu da deməliyəm, səhvini də deməliyəm. O səhvini aradan qaldırması üçün yol göstərib istiqamət verməliyəm. Gələcəyə yönümlü rəy olmalıdır, həssas rəy olmalıdır. Bir də emosiyalara yönəlik olmaz. İdraki fəaliyyətinə, yəni nəyi işləyir? Testmi işləyir, tapşırıqmı işləyir, essemi yazır, nə işləyirsə rəyimi ona əsasən verməliyəm. Emosiyalara yönəlik yox, keçmişə yönəlik yox. Bax, budur konstruktiv rəy. Hə, yox, bu düz cavabdır. Cavab edir, onların cavabları əsasında boşluqları müəyyən edərək strategiyada dəyişiklik edir. Aha. Doğrudur da, yəni boşluqları. Bəli. Şagirdlər bir-biri ilə mənfi münasibətlərin, onların akademik nailiyyətlərində belə psixologiyasını görür və sinifə müsbət əldə səmimiyyət tətbiq edir. Aha. Müəllim həmkarlardan cəlb olunmada daha kəskin sürətlə iqamətlər görür. Aha. Öz sevdə bu strategiyanı tətbiq edir. Bu qalsın, müəllim şagirdlərin fəaliyyətini izləyərək istifadə etdiyi metod və yanaşmalarda dəyişiklik edir. Sən deyil müəllimə? Bəli. Çünki gedib mən həmkarımı izləyirəm. Bəlkə mənim həmkarımın istifadə etdiyi yəni üsul, strategiya mənim sinifimə uyğun deyil. İndi onun uşaqları başqa cür, mənim uşaqlarım başqa cür. Mən necə onun istifadə etdiyini gəlib öz sinifimdə tətbiq edirəm? Hərə öz sinifinə uyğun. Öz şagirdlərini nəzərə alaraq. Bəli. Ona görə dedim. Bəli. Getdik. Deməli, hara getdik? 17. Bəli, demək. Nasıl məqsəddə sonunda şagirdlərə görürsünüz? Yox. Bu məqsəd qabaqda demək lazımdır. Şagirdlər tanımasına keçirmək. Bu da lazımdır. Həqiqətin üçün əvvəldə sonlara. Göstər qazanmaq məşğuliyyətində keçmək lazım. Qrupun işləşmək olmaz. Ancaq internetçilərlə yazmaq yoxdur. Səhvdə Bəli, düzdür, əla. 18-i oxuyun, Zülfiyə xanım. Məsələ səsi öyrənmə mənmişdir. Doğru. Səsədə bir mənim gəlirmək, lakin səmərəli gəlirmək, xeyr, dərslərdən müraciət olmamalıdır. Elə ikinci çoxda 3 fasilitator müəllim şagirdlər bu aydınlıqla nə becərinə malik olmalıdır. Bu düzlərlə yanlışlanır. Deməli, 2 il olmalı çıxsa, variantlardan çıxırsa, o qədər. Əlasız, əla. Düzdür. Nigar xanım, təzə bu qrup başlayanda nəsə çox aqressiv idim sizə. İndi xoşuma gəlir. 19 Nigar xanım.
Bəzi ictimai şəxslərdən birinin disketi yayılmış tez-tez pəncərədən çölə baxır və əlindəki qələmi oynadır. Verilmiş işlərin hansı fəlsəfə cümlənin fəaliyyətinə daxil çox doğru olar. Bəzi bir şəxsin davranışa məhəl qoymadan davranışa davam etməz üçün bu duyusu deyil. Və də deyir ki, şəxsdə müəyyən müddət sonra yenidən dərsə görüləcəyini güman edib təsdiqləmək, bu da duyusu fikir deyil. Cavabı bəncə şəxslərin yoldaşlarının diqqətini yayınlamadan həmin şəxsdə əlavə təpşiriklər vermək. Qeyd edir şəxsin sadəcə şəxsdə yaxınlaşa bilmədiyi üçün həqiqət olmadığını müəyyən etmək. Dərsi zamanında şəxslərə yazan təlimatı eləmək edildiyindən əmələ sahibdir. Ay sağ, ən gözəl. Ay sağ olun, ən gözəl. Və məsələn, C-də deyir, şagird yoldaşlarının yayındırmadan həmin şagirdə əlavə tapşırıq. Bu uşağın olsa tapşırığı var da, cütlərlə işdirsə, deməli burada tapşırıq var. Bunun fikri gedib çölə baxır. Bunun üstə qarşısında tapşırıq var. Güya əlavə üst-üstə yığım nə olacaq? Ona görə de.